Söz Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, Filologiya elmləri doktoru, dosent Hikmət Quliyevə verilir. Hörmətli Mahirə xanım, hörmətli əziz müəllim, hörmətli konferans iştirakçıları, dəyərli əziz həmkarlar. Mən ilk növbədə həm Folklor İnstitutunun adından, həm şəxsən öz adımdan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyliyə, Pedaqoji Universitetin rektoru Cəfər müəllimə, xüsusilə prorektor Mahirə xanım Hüseynovaya və əziz müəllimə bu tədbirin təşkilində bizə çox yaxından dəstək verdiklərinə görə öz minnətdarlığımı bildirirəm. Xüsusilə də Mahirə xanım bu tədbirin araya ərsəyə gəlməsi üçün hər məqamda bizə dəstək olub, hər məqamda. Bilirsiniz, tədbirlərimiz çoxdur, ilin sonudur, gərgin grafikdəyik, amma Mahirə xanım bu prosesdə bizə hər anda, hər məqamda, bütün məsələlərdə kömək elədi və bax, bugün biz burada Pedaqoji Universitetin Mahirə xanımın da qeyd elədiyi kimi bu möhtəşəm salonunda bu tədbiri keçirməklə həm də Qərbi Azərbaycan folkloru adına, bütöv Azərbaycan folkloru mədəniyyəti adına böyük bir tarixi hadisəni yaşayırıq. Məndən öncə natiqlər çox doğru vurğuladılar, çox doğru yerində qeyd elədilər. Sonuncu deportasiyadan təxminən 40 ilə yaxın müddət keçsə də, Qərbi Azərbaycanlılar, Göyçəlilər, Dərəliyəzlilər, Ağbabalılar, İrəvanlılar, bütöv Qərbi Azərbaycanlılar Qərbi Azərbaycanınla bağlı bir xatirəni belə unutmayıblar. Bunu biz elmi arqumentlərlə deyirik. Son 3 ildə Folklor İnstitutunun tərəfindən həyata keçirilən Qərbi Azərbaycan folkloru seriyasının, əziz müəllim də qeyd elədiyi kimi, bugün 5-ci cildini sizə orada nümayiş elətdirdik, 6-cı cild hal-hazırda mətbəədədir. Və bu folklor antologiyaları, folklor nümunələri sadəcə folklor faktları deyil, folklor nümunələri deyil. Bu, Qərbi Azərbaycanlının yaddaşında, xatirəsində, həyat tərzində, gündəmində, leksikonunda, gündəlik danışığında olan xatirələrin, yaddaşın, xalq yaddaşının ifadəsidir. Ona görə də biz bu nümunələri təkcə bir bədii, estetik funksiya daşıyan bir nümunə kimi yox, həm də yaddaş vahidləri kimi, informasiya vahidləri kimi qəbul edirik. Söz deyir, vaxtına çəkər. 3 il bundan öncə Cənab Prezident özünün doğum gününü məhz Qərbi Azərbaycan icmasının inzibati binasında Qərbi Azərbaycanlı ziyalılarla görüşdə qeyd elədi. Və o görüşdə səsləndirilən fikirlər, Cənab Prezidentin nitqi 44 günlük vətən müharibəsindən sonra Azərbaycanın əsas strateji ideyasını, qarşıda duran hədəfləri müəyyənləşdirdi. Və Qərbi Azərbaycana qayıdış əslində tam dövlət siyasəti kimi bəyan olundu. Və Cənab Prezidentin məhz ziyalılarla görüşməyi təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyev 90-cı illərdə yenidən Azərbaycana ikinci dəfə xalqın təkidi ilə Azərbaycana hakimiyyətə qaydanda məhz Elmlər Akademiyasında bir qrup ziyalılarla görüşmüşdü. Akademiklərlə görüşmüşdü, alimlərlə görüşmüşdü. Cənab Prezident də Qərbi Azərbaycana qayıdış ideyasını məhz Qərbi Azərbaycandan olan ziyalılarla görüşdə bəyan elədi. Bunu dövlət siyasəti kimi çatdırdı. Və Qərbi Azərbaycanla bağlı həyata keçirilən dövlət siyasətinin bugün çox öz hədəfinə doğru, çox strateji hədəfinə doğru çox iri addımlarla addımlamağının arxasında həm də bax bu intellektual potensiala söykənmə dayanır. Qərbi Azərbaycan siyasəti təkcə bir çağırış deyil, hər hansı bir gəlişi gözəl söz deyil. Onun arxasında böyük elmi potensial dayanır. Mahirə xanımın çox doğru qeyd elədiyi kimi əlimizdə tarixi sənədlər var, xəritələr var. Bu xəritələr özdə Cənab Prezidentin də vuruladığı kimi Rus hərbiçilərin qeyd elədiyi xəritələr var. Bu xəritələrin heç birisini biz tərtib eləməmişik.
O xəritələrdə Elmlər Akademiyasının 80 illik yubileyində cənab prezidentin vurğuladığı kimi heç yerdə Sevan sözü yoxdur. Göyçə sözü var. Bax, bu kifayət eləyir ki, biz Qərbi Azərbaycan toponimlərinə, Qərbi Azərbaycanda olan yer, yurt adlarına, buradakı müxtəlif belə çay, dağ, daş, biçənək, torpaq adlarına da baxaq və o yer, yurt adlarında bu tarixi adların nə qədər Azərbaycanla bağlı olduğunu görək. Təbii ki, bu adları, bu tarixi yaddaşı yaşadan ən mühüm mənbələrdən biri folklor yaddaşıdır. Çünki folklor yaddaşı onu yaradan etnosla məkan arasında bir mədəni informasiyadır. Bu mədəni informasiya Sərxan müəllimin də qeyd elədiyi kimi məkanla çox yaxından bağlıdır. Amma bayaq siz danışanda ki, bu qanuna uyğunluq Qərbi Azərbaycanla bağlı pozulub, mənim yadıma bir neçə fakt düşdü. Bizim sonuncu antologiyamızda Qərbi Azərbaycanla bağlı topladığımız sonuncu nümunələr Gəncə və Göygöl ərazisində yaşayan göyçəllərdən toplanıb. Və orada, Göygöl rayonunda göyçəllərin yaşadığı ərazidə iki məkanın adını demək istəyirəm. Yeni Zod və Göyçə kənd. Göyçəllər orada öz kəndlərini necə adlandırmışdılarsa, burada kompakt yaşadığı yerləri də o şəkildə adlandırıblar. Yəni, ola bilər, faktiki olaraq biz tarixi Göyçədən deportasiya olunmuşuq Azərbaycanın bu hissəsinə. Amma Göyçəlinin yaddaşında həmin o məkan yerindədir. Necə ki, Kitabi Dədə Qorqud dastanında qarşı yatan Qaradağ anlayışı var, Türk üçün Doğu Türkistan da olsa, Qafqaz da olsa fərqi yoxdur. Qarşı yatan Qaradağ anlayışı var. Ona görə də Göyçəlinin, Qərbi Azərbaycanlının da yaddaşında o məkan harada olur olsun, yenə də Göyçə kənddir, yenə də Yeni Zoddur. Qərbi Azərbaycan folklor nümunələrinin içərisində mənim diqqətimi cəlb edən çox maraqlı bir faktı da demək istəyirəm. O bölgədən deportasiya olunan əhali burada özünün o sakral dəyərlərini, inanc dəyərlərini yaşatmaq üçün çox maraqlı bir belə bir nümunə ilə qarşılaşdım. Yaşatmaq üçün ocağı piri köçürdüblər. Yəni, ocaq pir biz bilirik ki, müəyyən bir məkanda olur, bir ziyarət yeri olur, amma Qərbi Azərbaycan tutaq ki, Miskin Abdal ocağı. Miskin Abdal ocağı təkcə orada deyil, həm də buradadır. O nəslin, o şəcərənin daşıyıcıları o ocağı bura daşıyıblar və o ocaq ziyarətgahdır. Təbii ki, bunun sayı çoxdur. Yəni, onu demək istəyirəm ki, o sakral məkanlar burada da yaşayır. Həmin ocaqlar, pirlər, ağsaqqallar, ulular yenə də o icbanın, yenə də o dəyərlər sisteminin başında dayanırlar. Və bugün Qərbi Azərbaycan icması təkcə bir struktur deyil, bir quruluş deyil, bir dövlət və yaxud qeyri-hökumət təşkilatı deyil. Qərbi Azərbaycan icması məhz həmin o Qərbi Azərbaycanlıların, həmin o sosial qrupdan təşkil olunan, böyüyü, kiçiyi, ağsaqqalı, ağbirçəyi, adəti, ənənəsi yerində olan, yaşayan bir toplumun ifadəçisidir, simvolikasıdır, bir metaforasıdır. Ona görə də bugün burada açılış mərasiminə toplaşdığımız bu konferans əlbəttə ki, cənab prezident tərəfindən bəyan olunan dövlət siyasətinin elmi təminatının həyata keçirilməsi baxımından, həmin o çağırışların elmi, intellektual paradigmada cavab verilməsi baxımından çox önəmli bir mesajlar daşıyır. Bax, bu posterdə dəmir yolu və uzaqda, heç də uzaqda olmayan, bax, o tarixi abidələrə gedişimizin simvolu kimi. Bax, biz həmin o torpaqlara çox qısa vaxtda qaydacağıq. Cənab prezidentin dediyi kimi, topla, tüfənglə yox, sülhlə, mədəniyyətlə, ləyaqətlə, öz tarixi yaddaşına qayıtmaqla qaydacağıq. Təşəkkür edirəm. Hörmətli həmkarlar, bugün açılış mərasimini elədiyimiz və ardınca panellərdə davam edən Qərbi Azərbaycan folkloru problemlər, perspektivlər 2-ci Respublika elmi konferansının
bağlanış mərasiminə toplaşmışıq. Mənə verilən məlumata görə bütün panellər üzrə məruzələr dinlənilib, konferans uğurla başa çatıb, panel müzakirələri. Açılışda da qeyd olunduğu kimi, Qərbi Azərbaycan folkloru məsələsi yalnız bir folklor nümunələrin toplanması və yaxud tədqiqata cəlb olunması məsələsi deyil. Yəni, bu məsələ elmi predmet olmaqla bərabər həm də hal-hazırda dövlətimizin və xalqımızın qarşısında dayanan strateji hədəflərdən, strateji məqsədlərdən biridir və bu siyasətin, bu hədəfə çatmağın mühüm yollarından biri də bu siyasətin arxasında dayanan elmi təminat işinin, intellektual işin daha güclü, daha səfərbər şəkildə həyata keçirilməsidir. Və açılış nitqlərində də çox hörmətli Mahirə xanımın qeyd elədiyi kimi, Qərbi Azərbaycan, Azərbaycan folklor mühitinin, Azərbaycan folklor xəritəsinin ən zəngin mənbələrindən, qaynaqlarından biridir. Və eyni zamanda Qərbi Azərbaycan bugün, hörmətli Əziz müəllimin də qeyd elədiyi kimi, bugün Cənab Prezidentin şəxsən rəhbərlik elədiyi və 44 günlük vətən müharibəsindən sonra bir milli birliyin, milli hədəfin simvollarından birinə çevrilib. Və siz görürsünüz bu istiqamətdə həm mətbuatda, həm də müxtəlif qurumlar tərəfindən həyata keçirilən, elmi müəssisələr, digər müəssisələr tərəfindən həyata keçirilən işlərin şahidisiniz. Yəni, bu sahədə kompleks tədbirlər həyata keçirilir və bugün bizim işığına toplaşdığımız bu məram, məqsəd əslində həyata keçirilən dövlət siyasətinin elmi təminatını təmin eləmək məqsədi güdür. Və bugün burada seçilən mövzular, panellərdə qoyulan məsələlər olduqca aktual məsələlərdir. Ümumiyyətlə, Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycana qayıdış ideyası, amma onun daxilində olan problemlərin bu şəkildə diferensasiya olunması 9 panel üzrə mövzuların bu şəkildə diferensasiya olunub, konkret təkcə folklor deyil, lingvistik aspektdən, ədəbiyyatşünaslıq aspektindən, tarixşünaslıq aspektindən, etnografiya aspektindən, milli yaddaş aspektindən yenidən təhlilə cəlb olunması, daha hədəfli, daha konkret tədqiqat predmetinə çevrilməsi əlbəttə ki, öz nəticələrini sonraki mərhələlərdə də verəcək. Bu məsələlərlə bağlı bizim əlimizdə kifayət qədər böyük argumentlər var. Cənab Prezidentin də vurğuladığı kimi, bizim yox, Çar Rusiyasının, xüsusən də hərbi topoqrafik xəritələri, bunlar 200 il bundan öncə çəkilən xəritələrdir. Bu xəritələrdəki istər toponimlər, istər bu xəritədəki qeyd olunan məkan adları, digər adlar bütövlükdə bu məkanın türk məkanı olduğunu, bütövlükdə bu adların Azərbaycan mənşəli olduğunu bir daha bizə göstərir. Yəni, tarixşünaslıq baxımından da məsələyə yanaşdıqda bu torpaqların əzəli, əbədi sahibləri bizik. Əgər xatirinizdədirsə, Cənab Prezident Akademiyanın 80 illik yubileyində belə bir tez istifadə elədi, belə bir fikir dedi. Dedi ki, Azərbaycanın hüdudlarından həm o tərəfə, həm bu tərəfə həmişə Azərbaycanlılar yaşayıb. Təbii ki, Qərbi Azərbaycanda da Azərbaycanlılar yaşayıb, amma deportasiyaya qədər. Deportasiyadan sonra onlar öz el-obalarından uzaqda qalıblar. Amma mən əminəm ki, Qərbi Azərbaycanlılar o torpaqlara yenidən qayıdacaqlar. Təbii ki, topla, tüfənglə yox, sülhlə, ləyaqətli şəkildə. Bax, Cənab Prezidentin bu çağırışı ölkəmizdə həyata keçirilən elm sahəsində, mədəniyyət sahəsində həyata keçirilən bax, bu tədbirlər sayəsində daha da hədəfli və daha da məzmunlu şəkildə öz əksini tapır. Burada xüsusən biz bu konferansa hazırlaşanda, bu konferansın mövzularını müəyyənləşdirəndə çox hörmətli Mahirə xanımla və Əziz müəllimlə bu mövzularla bağlı müəyyən o diferensasiya aparmaq üçün
bir mövzuları gözdən keçirəndə məlum oldu ki, əslində bu mövzular özlüyündən elə konkret panellər üzrə düzülüb. Həm dilçilik baxımından, həm ədəbiyyatşünaslıq baxımından, həm tarixşünaslıq baxımından, həm o milli yaddaş, kollektiv yaddaş resurslarının öyrənilməsi baxımından burada kifayət qədər mövzu özü rəngarəngdir və bu rəngarənglik gələcəkdə bu sahədə aparılacaq tədqiqatlar üçün həm də bir çağırışdır, həm də bir mənbədir. Yəni bu gün burada müzakirəyə təqdim olunan, məruzə olunan mövzular əlbəttə ki, o sahədə deyilən son söz deyil. Və bu, ən azı bu mövzulara bir diqqəti cəlb eləmək, bir çağırış etmək mənasında elə başa düşürəm, elə düşünürəm ki, bir irəliləyişdir, bir addımdır. Biz açılışda da qeyd elədik, bu tədbirin bax belə bu şəkildə təşkil olunmağında bizim tərəfdaşların bizə böyük dəstəyi oldu və bugün bizə bu yeri ayırdığına görə mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər müəllimə, eyni zamanda bu işdə yaxından bizə dəstək olduğuna görə hər məqamda, hər anda, bax bu proqramın təşkil olunmağında, yerin seçilməyində, müxtəlif elmi məsələlərin biraz diapazonunun, miqyasının genişləndirilməyində. Çünki mövzu elə seçilmişdi, sırf Qərbi Azərbaycan folkloru məsələsi idi. Amma Mahirə xanım əvvəlcədən tərəfdarı idi ki, biz mövzuları bir qədər rəngarəng eləyək və bu diferensial şəkildə olsun. Həm orada ədəbiyyatşünaslıq məsələləri, həm dilçilik, həm tarixşünaslıq, etnoqrafiya və s. Və hər məqamda bax Mahirə xanım bizə bu məsələlərdə çox yaxından dəstək verdi və bu gün də bax bu tədbir məsələ burada Pedaqoji Universitetdə keçirildi. Mən buna görə şəxsən Mahirə xanıma və onun ətrafında bu işə dəstək olan bütün komandaya, mən Könül xanım Həsənovaya, Könül xanım Səmədovaya, Möhəbbət müəllimə, Leyla xanım Cəlalovaya, Gülər xanıma, hər birinə öz adımdan, kollektivimiz adından minnətdarlığımızı bildirirəm ki, bax bu tədbirin araya-ərsəyə gəlməyində dəstək verdiniz. Təbii ki, bu proses həm elmi məsələlər, həm o strateji məsələlər, həm də Qərbi Azərbaycan icması ilə korelyasiya, əlaqə şəklində qurulur və Əziz müəllim də bu ideyanın ən belə başlanğıcında, ən yaxın məqamında idi və o bizim elə əsas tərəfdaşlarımızdan biri də Qərbi Azərbaycan icması və şəxsən Əziz müəllim bu işə dəstək verdi. Bilirsiniz ki, Əziz müəllim təkcə Folklor İnstitutunda şöbə müdiri kimi yox, həm də icmanın fəaliyyətində geniş şəkildə Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Qərbi Azərbaycanın müxtəlif kompleks istiqamətlərdə öyrənilməsi sahəsində həm tədqiqatçı kimi, həm də o sahədə Qərbi Azərbaycan icmasının rəhbəri kimi də o proseslərə böyük dəstək verir. Və bugün indi bu panellər haqqında qeyd olunan məsələləri də dinlədikdən sonra düşünürəm ki, hesab eləmək olar ki, biz Qərbi Azərbaycan məsələləri ilə bağlı, Qərbi Azərbaycan folkloru ilə bağlı qarşımıza qoyduğumuz hədəfə, yəni bu konferans çərçivəsində qarşımıza qoyduğumuz hədəfə nail olduq və bu gün Qərbi Azərbaycan mədəni irsi müxtəlif aspektlərdən təhlil edilə bildi. Təbii ki, burada məruzə şəklində təqdim olunan, tezi şəklində təqdim olunan materiallar ayrıcaq konferans materialları formasında nəşr olunacaq və bu bütün məruzə eləyən şəxslərə də təqdim olunacaq ki, burada söylənilən fikirlər yalnız belə şifahi formada olmasın və bu bir tarixi mənbəyə çevrilsin. Çünki bu mənbələrə bizim böyük ehtiyacımız var. Bugün bu mübarizə təkcə elə auditoriyalar daxilində getmir və yaxud bu hansısa bir mərkəzlərdə getmir. Bu mübarizə həm də virtual dünyada informasiya cəbhəsində gedir və bugün biz xüsusən bu virtual ensiklopediyaların, Wikipediyanın hazırlanmasında həm də bu məsələlərə diqqətimizi cəlb edirik. Belə mərhələlərdə, belə məsələlərdə bizə həmişə mənbə lazım olur. Bax, o mənbələrin formalaşdırılması çox vacibdir. Təbii ki, burada səsləndirilən fikirlər, burada olan məruzələr mənbəyi bizim konferansdır. Amma çalışıb həmişə o konferanslarda, o məqalələrdə xarici mənbələrə də istinad eləmək lazımdır ki, bax o mənbələrə istinad olunanda onu virtual dünyaya da, rəqəmsal dünyaya da çox rahat şəkildə transformasiya eləmək olur. Yoxsa belə məsələləri dünyaya çatdırmaq bir qədər çətin olur.
Mən xatırlayıram, cənab prezident 2022-ci ildə Qərbi Azərbaycan icmasındakı çıxışında belə bir məqamı qeyd elədi ki, mütləq Qərbi Azərbaycanla bağlı həqiqətlər rəqəmsal dünyada təqdim olunmalıdır, müxtəlif dillərdə təqdim olunmalıdır. Ona görə də bax bu çağırışa da cavab vermək üçün biz burada təqdim olunan məsələləri ən azı xülasələr səviyyəsində mütləq şəkildə xarici dillərdə də təqdim etməliyik ki, bu tədqiqatlar müxtəlif dillərdə də təqdim edilə bilsin. Mənə elə gəlir ki, başqa əgər kiminsə fikri, sözü varsa, onu da dinləyə bilərik. Bax, bağlanışa əlavə çıxış kimi. Yoxdursa, biz fikirlərimizi yekunlaşdıra bilərik və bu tədbiri bağlı elan edə bilərik. Varmı kiminsə fikri? Yoxdur. Mən yekun olaraq sizin hər birinizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibəti ilə təbrik edirəm və düşünürəm ki, elə həmrəylik ideyası və ideologiyası həm də elə Qərbi Azərbaycana qayıdış ideologiyası ilə, ideyası ilə çox sıx bağlıdır. Ulu Öndər bu 31 dekabr bizim üçün həmişə yeni il idi, amma Ulu Öndər o bayramı həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi bizə təqdim elədi və bu tarix həmişə dünya Azərbaycanlıların milli birliyi, milli adət-ənənələrinə, milli ideyalarına qayıdışı baxımından da həmişə xüsusi rol oynayır. O baxımdan düşünürəm ki, Qərbi Azərbaycana qayıdış ideyası da bax o milli həmrəyliklə səsləşir və arzu eləyək ki, növbəti konferanslarımızı Qərbi Azərbaycan torpaqlarında qeyd eləyək. Təşəkkür edirəm.